Salam yoldaşlar, hər vaxtınız xeyir olsun. Bugün 30 aprel 2023-cü il tarixində keçirilmiş 9-cu sinif buraxılış imtahanı suallarının izahına baxırıq. Birinci sual, diaqonallar hasili 42 olan rombun sahəsini tapın. Rombun sahə düsturu 2-də 1, D1 vurulsun D2-dir. Diaqonalların hasili 42-dirsə, 2-də 1-i vuracağıq 42-yə. Doğru cavabımız olacaq 21 B variantı. İkinci, paralelipipedin oturacağı bitişik tərəflərini 6 dəfə artırıb, hündürlüyünü 4 dəfə azaltsaq həcmi necə dəyişər? Uşaqlar, həcm A vur B vur C-dir. Oturacağı bitişik tərəfləri 6 dəfə artırıb, yəni A-nı da 6 dəfə artırırıq, B-ni də 6 dəfə artırırıq. C-ni isə 4 dəfə azaldırıq. C-ni 4 dəfə azaldırıq. Oxlar eyni istiqamətdə olanda vururuq, ox əks istiqamətdə olanda bölürük. 6 dəfə artır, 6 dəfə artır. Ümumilikdə 36 dəfə artar. 36 dəfə artar, bölünsün 4 dəfə azalar, eləyir 9 dəfə. Bəs 9 dəfə nə? Daha çox ədədin yanındakı ox olur cavab. 9 dəfə artar. Doğru cavabımız ikinci sualda 9 dəfə artar. Sonra gəlirəm 3-cü sual. 3-cü sualda nə deyir bizə? 27 üstü 2-də 1, 3 üstü 2-də 1 nəsə ifadənin qiymətini soruşur bizdən. Uşaqlar, nədir bu 2-də 1-lər? 27 üstü 2-də 1 deməli kök altında 27 deməkdir. Kök altında 27 vurulsun. 3 üstü 2-də 1 də kök altında 3 deməkdir. Çıxılsın. 3 üstü mənfi 2-də 1 isə 1 bölünsün 3 üstü müsbət 2-də 1 olur. 1 bölünsün müsbət 3 üstü müsbət 2-də 1-dəki 1 bölünsün kök altında 3 deməkdir. Kök altında 27-ni kök altında 3-ə vursaq, olacaq kök altında 81. Çıxılsın. Kök altında 27-ni 1 böl kök altında 3-ə vursaq, kök altında 27-nin kök altında 3 ixtisar gedəcək, olacaq kök altında 9. Kök altında 81, 9, kök altında 9, 3. 9-dan da 3 çıxırıq, doğru cavabımız qalır 6. Dördüncü sual. 2,8 kiloqram konfetin qiyməti 19 manat 60 qəpikdir. 19,6 manat götürsək, 3 kiloqram konfetin qiyməti neçə manatdır? X. Düz mütənasib kəmiyyətlərə aiddir. Çarpaz vururuq. X-i tapmaq üçün 3 vur 19,6 bölünsün 2,8. 19,6 ilə 2,8 ixtisar gedir yəqin ki. Deməli 7 dəfə 14, 56, aha 7 dəfə eləyir. 7-ni də 3-ə vururuq. 21. Doğru cavabımız 21. 5-ci sual. İfadəsini vurublara ayırmaqdan ötürü A-nı mötərizə xaricinə çıxardıram. A-nı mötərizə xaricinə çıxardığında qalır 2A çıxılsın 3. 6-cı sual. Malın qiymətini 50% artırıb, daha sonra yeni qiyməti 50% artırsaq, 2 dəfə 50% artırırıq. Malın ilkin qiyməti necə dəyişər? Uşaqlar, götürürük malın qiymətini 100 manat. 100 manatlıq məhsulu 50% artırırıq. 50%, 100-ün 50%-i elə 50 eləyir. 100-ə 50% artıranda olur 150. Daha sonra isə bu 150-ni bir dənə də 50% artırırıq. Amma bu dəfə 150-nin 50%-ini tapırıq. 150-nin 50%-i 75 eləyəcək. Yəni 150-nin üzərinə 75 gəlirəm. 150-nin üzərinə də 75 gələndə 225. Baxın, ən başda qiymət 100 idi. Sonra qiymət 225 oldu. 100-dən 225-ə gələnə qədər 125% artdı deməkdir məhsul. 6-cı sualın cavabı 125. 7-ci suala keçək. İfadənin qiymətini hesablamaq tələb olunur bizdən. 3,6-nı 0,6-ya böləndə vergülləri tullayıb 36-nı 6-ya bölsək edəcək -6. 2,4-ü 0,5-ə vuranda 0,5-ə vurmaq ədədi yarı bölmək deməkdir. Üzərinə gəlirəm 1,2. -6-ın üzərinə 1,2 gələndə -4,8 edir cavab. Keçək növbəti sual. Burada hər hansı bir səhv yol vermədik. Yox, -4,8. 8-ci sual. Nöqtələri OY oxuna paralel olarsa A-nı tapın. Uşaqlar, OY oxuna paralel olan nöqtələrdən söhbət gedirsə, onların deməli nöqtələri OY oxuna paralel. Bircə saniyə. OY oxuna paralel olanda bunlar OY oxuna paralel ola bilməz axı. Çünki OY oxuna paralel olan iki nöqtənin X-ı dəyişir, Y-i sabit qalır. Y-i qalır, yəni sabit X-i dəyişir. Amma burada Y axı 2 və -3 verilib. Burada nəsə bir yanlışlıq var məncə 8-ci sualda. Nöqtələr yəqin ki yanlış verilib.
Ümumiyyətlə, OY oxuna paralel olan iki nöqtədən bəhs olunursa, OY oxuna paralel. O zaman o iki nöqtələrin adı çəkiləni sabit qalır. Yəni OY-dirsə, Y-i sabit qalır. Məsələn, bununki 2-dirsə, bununki də 2 olmalıdır. Məsələn, 2, 2. O zaman məsələn, A-nı soruşsaydılar, burada A6 verilibsə, burada 8-ci sualda A-mız -6 olmalı idi. X-i dəyişir, Y-i sabit qalır. Burada əgər 2 versəydilər, daha düzgün yazmaq olardı bunu. Yəqin ki, elə burada bu 2-dirsə, bu da 2 verilib. A-nı da -6 götürək biz. Keçək 9-cu sualımıza. 9-cu sualımızda nə deyir? NA bərabərdir 21, NB 14, kəsişmə 7 olarsa A və B çoxluqlarının birləşməsindən götürülən elementin A çoxluğundan olması ehtimalını tapın. Uşaqlar, bizim belə bir düsturumuz var idi. N, A birləşir B. Birləşmədəki elementlərin sayını tapmaq üçün ayrı-ayrı elementləri toplayıb kəsişməni çıxırıq. 21 plus 14 minus 7. Bu da eləyir 28. Deməli, mümkün hallarımızın sayı 28-dir. Çünki birləşməsindən götürülən elementin. Nə deyir əlverişli hallar? A çoxluğundan olması. A çoxluğunda 21 dənə element var. 28-də 21. Bunu da 28-də 21-i 7-yə ixtisar aparsaq, eləyəcək 4-də 3, yəni 0,75. 10-cu sual. Diaqonallarının sayı 20 olan qabarıq çoxbucaqlının tərəflərinin sayını tapın. Diaqonalların sayı uşaqlar n vurulsun, n-3 bölünsün 2 düsturu ilə tapılır. Bu da 20-yə bərabərdirsə, n vurulsun, n-3 bərabərdir 40-a. N-in yerinə də olacaq yəqin ki 8. Çünki 8-i 8 minus 3 5-ə vuranda 40 eləyir. N olur 8. Tərəflərinin sayı olur 10-cu sualda 8. 11-ci sual. 2 ədədin cəmi, yəni x plus y bərabərdir 111. Fərqi isə x minus y bərabərdir 75-ə bərabərdir. Ədədləri tapın. Sistem tənliyi həll edib y-ləri islah eləsək, tərəf-tərəfə toplayanda 2x bərabərdir 186. X də bərabərdir 93. X-i 93 tapdımsa, Y-i də tapmaq üçün 93 plus Y bərabərdir 111. Buradan Y bərabərdir 18-ə. Ədədlərimizin biri 93, biri isə 18 olur. 12-ci sual. YD AC-yə perpendikulyar olarsa DC-ni tapın. Uşaqlar, burada yaranan balaca üçbucağla bizim böyük düzbucaqlı üçbucağımız bir-birinə oxşardır. Hardan bilirəm oxşar olduğunu? Baxın, bu balaca düzbucaqlı üçbucağımızın bucaqlarını işarələsəm alfa, bu 90-dır, bunu da beta olaraq işarələsəm. Böyük düzbucaqlı üçbucağımızın da bir bucağı alfa, yəni balaca ilə ortaq. Burayı isə məcburam mən beta yazmağa. Gəlin üçbucaqların adlarını qeyd edək, sıralamaya diqqət edək. Alfa, beta 90 sıralaması ilə geçsək, üçbucağımızın adı olur A, Y, D. Oxşardır. Alfa, beta 90 sıralaması ilə getdikdə bu birisinin də eyni. Alfa, beta 90 sıralaması ilə geçsək, üçbucaq A, C, B-yə. Nisbətləri götürsək, AY-nin AC-yə olan nisbəti, AD-nin AB-yə olan nisbətinə, o da YD-nin CB-yə olan nisbətinə bərabərdir. Bizə lazım olanlardan istifadə edək. AY və AC. AY bilirəm 5. AC-ni bilirəmmi? AC-ni bilmirəm. AC-ni yazaq bura. Bərabərdir. AD böl AB. AD-ni bilirəmmi? 3. AB-ni bilirəmmi bəs? AB-ni bilmirəm. AB. YD-ni bilirəmmi? YD. Hani YD? YD buradır. Hə, YD-ni bilirəm uşaqlar. İpetonuz 5, bu katet 3-dürsə, Pifagorla buranı 4 tapa bilərəm də. YD 4, CB nə qədərdir? Bəs CB də 10-dur. 10. Mənə nə lazımdır? Mənə DC lazımdır. DC harda iştirak edir? AC-də. Deməli, bu ortadakı bu lazım deyil bizə. Çarpaz vursaq, 4 dənə AC bərabərdir 50-yə. Buradan da AC bərabər olacaq. 50-ni 4-ə bölsəm, deməli, 14, bir dəqiqə, 12 tam onda 5. 12 tam onda 5. AC 12 tam onda 5-dir. DC-ni də tapanda 12 tam onda 5-dən çıxırıq 3-ü, bərabər olur 9 tam onda 5-ə. Doğru cavabımız 9 tam onda 5-dir. 13-cü sualımıza baxaq. ABC açıq bucaqdır. BM AB'nin bucağının tənbölənidir.
BM AB'nin tənbölənidir. Yəni bu bucaqla bu bucaq eynidir. CBK 30-dur. CBK. Buraya yazırıq 30 dərəcə. KBN 50-dir. KBN. Buraya yazırıq 50 dərəcə. O zaman uşaqlar bütöv bu bucaq 80 dərəcədir. O zaman ABN bucağı olur 100 dərəcə. Tənbələn olduğuna görə də bura 50, burada 50 olaraq bölünür. ABM-i soruşur. ABM. Elə ABM bucağı olur 50 dərəcə. 14-cü sual. Tənlikli xətti tənlik. 0,5x plus 0,5 3-ə vuranda 1,5 bərabərdir. 0,8-i 10-a vuranda 8. Çıxılsın 0,8x. Keçirsək olur 1,3x bərabərdir. 8-dən də 1,5 çıxanda 6,5. X də bərabər olur 5. Doğru cavabımız 5. 15-ci sual. Bir hədlisinin qüvvəti əmsalından 2 dəfə böyükdür. Qüvvət neçədir uşaqlar? Qüvvət 1 plus m plus n'dir. Çünki a'nın da qüvvətində 1 var, görünməz. Əmsaldan 2 dəfə böyükdür. Əmsal 4,5-dir, deməli qüvvət 9-dur. Buradan m plus n'in 8 olduğunu tapırıq. Bu da düstur kimi açsaq, m minus n vurulsun, m plus n bərabərdir 32. M plus n'in yerinə yazırıq 8. Nəyi 8-ə vuranda 32 edir? Təbii ki 4-dür. M minus n bərabər olur 4-ə. Doğru cavabımız 4. Hesablayındır. Kök altına 14-ün kvadratı. Kvadratla kök gedir, qalır 14. Kvadratla kök gedir, amma mənfi 11 yox, müsbət 11 qalır. Kvadratla kök gedir, qalır 11. Minus 11. Yenə kvadratla kök gedir, amma mənfi 8 yox, müsbət 8 qalır. Qarşıdakı mənfi ilə birləşir, olur mənfi 8. 11-lər islah gedir, 14-dən də 8 çıxanda qalır. Doğru cavabımız 6. Demək, çən vedrədən 5 dəfə çox su tutur. Çənin tutumu olsun 5x, vedrənin tutumu olsun x. Bir vedrə 5 litr su tutursa, bir vedrə 5 litr su tutursa, çən də 5 vur 5, 25 litr su tutacaq. Nə deyir? Çən neçə litr su tutur? Elə çən 25 litr su tutur. Çən vedrədən bir vedrə 5 litr su tutursa, keçək o bir sualımıza 18. Düzbucaqlı üçbucaqda düzbucaq təpəsindən hipotenuza çəkilən median və tənbölən arasındakı bucaq 10 dərəcə olarsa kiçik iti bucağı tapın. Uşaqlar, median və tənbölən arasındakı bucağı tapmaq üçün düstur belədir. Düzbucaqlı üçbucağın iti bucaqlarını çıxırıq bir-birindən, bölürük 2-yə. Bu da bərabər olur 10 dərəcəyə. O zaman alfa minus beta bərabər olur 20 dərəcəyə. Alfadan beta çıxırıq 20. Amma alfa ilə betanın da cəminin 90 dərəcə olduğunu bilirik. Çünki düzbucaqlı üçbucağın iti bucaqlarının cəmi 90 verir bizə. 2 alfa bərabər olacaq 110-a. Alfa da bərabər olacaq 55 dərəcəyə. 55. Bir bucaq 55 dərəcədir. O biri bucaq da olacaq 35 dərəcə. Kiçik bucağı soruşur. Cavab 35 dərəcə. 19-cu suala baxaq. Çarpaz vursaq bu ifadəni x plus 2y bərabər olacaq 3y-ə. Buradan da x bərabər olacaq 1y-ə. X-in yerinə y qoyanda olur 7y böl y. Y-lər gedir, qalır cavab 7. 20-ci sual. A, B, C çoxluqlar verib. A ilə C-nin fərqini B ilə kəsişdiririk. A ilə C-nin fərqi nədir? 2 ortaqlar nə var burada? 2, 3. 3-ü çıxırıq, 7-ni çıxırıq, 10 çıxırıq. Nə qaldı A-da? 6, 8, 9. 6, 8, 9. 6, 8, 9-u B ilə kəsişdiririk. 6 var, 8 var, 9 var. Elə 6, 8, 9 cavab olur 3 dənə element. 21-ci sual. A verilib, B verilib, müstəvisində orta nöqtə absis oxunun müsbət yarımoxu üzərində yerləşərsə K-nı tapın. Orta nöqtə. Uşaqlar, bu nöqtənin ortası necə tapılır? Uyğun koordinatların cəminin yarısı. 6K çıx K kvadratın üzərinə gəlirik. 6K çıx 32-ni bölürük 2-yə. Bu nə eləyir? Yəni x-dar x1 ilə x2-ni toplayıb 2-yə bölürük də belə deyək. 6K, 6K, 12K minus K kvadrat minus 32 böl 2. Bəs bizim y-imiz K kvadrat plus 10 çıxılsın 7K böl 2-dir y-imiz. Bunları toplayıb yarı bölürük. Deyir ki, absis oxunun müsbət yarımoxu üzərində. Uşaqlar, belə deyək də, absis oxu bu oxdur. Müsbət hissəsinin üzərində bir nöqtə götürmüşəmsə, bu nöqtənin koordinatı nə olur? Məsəl üçün, tutaqlım, bura 3-dürsə, olur 3, 0. Yəni, bizim x-imiz müsbətdir, y-imiz mənfi. 3-ü məsəl üçün götürürəm də, buraya yazaq biz x.
X-imiz müsbət olur, Y-imiz isə 0 olur. Daha doğrusu mənfi yox, Y-imiz 0 olur. Bu bizim Y-imizdir. Deməli, mən bunu bərabər eləməliyəm 0-a. Çarpaz vursaq, K-nın kvadratı çıx 7K plus 10 bərabər olur 0-a. Buradan K-nın qiymətini tapıram 2 və 5. İndi bəs yaxşı 2-ni mi götürəcəm, yoxsa 5-i mi götürəcəm? Elə bir cavab götürməliyəm ki, X müsbət qiymət alsın. X-in koordinatı da budur. 2-ni götürsəm, 12-ni 2-yə vuranda 24, 24-dən 2-nin kvadratı 4 çıxanda 20, 20-dən 32, bu mənfi eləyəcək 2-ni götürsəm. Deməli, mən 5 götürürəm. Doğru cavabım olacaq 21-ci sualda 5. 22. Bərabərsizliyi həll eləyin. 5x 25-dən böyükdürsə x-i, daha doğrusu 25-i 5-ə bölürəm, x böyükdür 5 tapıram. Cavabı 5-dən müsbət sonsuzluğa. Keçək 23. Tənliyin kökləri cəmini tapın. Uşaqlar vuruqlar şəklində verilib. Ayrı-ayrı vuruqları... Bir dəqiqə, bu bərabərdir 0 verilməyib ki. Burada əslində bərabərdir 0 olmalıydı. Yəqin çaşıblar. X-i bir dəfə bərabər eləyirəm 0-a, bir də x-i bərabər eləyirəm kök altında 10-a. Köklərin cəmi də elə olur kök altında 10. 24-cü sual. Riyaziyyat fənnindən Gəncə şəhərində keçirilən olimpiyadada Şəkidən 16, Şamaxıdan 24, Bakıdan 36 şagird iştirak edir. Mehmanxanada hər nömrəyə bu şəhərlərin yalnız birinin şagirdlərini və hər birində bərabər sayda olmaqla yerləşdirmək üçün ən az neçə nömrə lazımdır? Uşaqlar, hər birində bərabər sayda olmaqla deyirsə və ən az neçə nömrə lazımdır deyirsə, hər birində bərabər sayda olması üçün 16, 24 və 36-nın hər üçünə bölünən, yəni bunların hər üçünün böləni, əbobunu tapırıq. 16, 24 və 36-nın əbobu eləyir neçə? Deməli, 4 eləyir. Üçünün də əbobu eləyəcək 4. 16, 24 və 36-nın. 16-nı 4-ə böləndə alırıq 4. 24-ü 4-ə böləndə alırıq 6. 36-nı da 4-ə böləndə alırıq 9. Bizə nə deyirdi? Hər nömrəyə bu şəhərlərin yalnız birinin şagirdlərini və hər birində bərabər sayda olmaqla. Hər birində bərabər sayda, yəni 4 dənə Şəkidən, 4 dənə Şamaxıdan, 4 dənə də Bakıdan gələn şagird yerləşdirəcək, əbob 4-dür. Və neçə dənə otaq lazım olacaq? Neçə dənə nömrə? 4 plus 6 plus 9, yəni ümumilikdə 19 dənə nömrə lazım olacaq bizə. 25-ci sual. O mərkəzdir, bucaq deyini tapın deyir. Bucaq deyi buradakı bucaqdır. 50 dərəcədir, 90 dərəcədir. Demək, neyniyək? 50, 90. Baxın, uşaqlar, belə deyək də, mən bu bucağı tapa bilərəm. Necə? Əgər bura 90-dırsa, demək ki, bu qövsümüz də 90 dərəcədir. Bu qövsümüz 90 dərəcədirsə, D-dən A-ya qədər olan qövs 270 dərəcədir. O zaman bu bucaqda həmin qövsə söykəndiyinə görə 135 dərəcə olur. 4 bucaqlı əmələ gəlib burada. 4 bucağının daxili bucaqları da 360 dərəcə olmalıdır. 90 plus 135 plus 50, onun da üzərinə bucaq deyini gələndə 360 dərəcəni verməlidir bizə. Buradan da bucaq deyini tapıram. 90 üzərinə 50, 140, 140-ın üzərinə 135, deməli 275, 360-dan da 275 çıxanda qalacaq 85 dərəcə. Bucaq deyi olur 85 dərəcə. Bu da oldu bizim sonuncu 25-ci sualımız.